Məlum olduğu kimi Rusiya prezidenti Vladimir Putin bir neçə ay öncə Müstəqil Dövlətlər Birliyinin liderlərinin faşizm üzərində qələbənin 80-ci illiyini qeyd etmək üçün Moskvaya dəvət edib. Qələbə paradı 2025-ci il mayın 9-da Moskvada keçiriləcək. Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda Putinin dəvətini qəbul edərək qələbə paradında iştirak edəcəyini rəsmən təsdiqləyib. Lakin bugün məlum olub ki, Paşinyan Moskvaya getməmək üçün çıxış yolları axtarır. Modernas xəbər verir ki, bu barədə məlumatı Ermənistanın kütləvi informasiya vasitələri yayıb. Lakin Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Kiyevin 30 günlük atəşkəs təklifini qəbul etməyən Moskva əks halda qələbə paradına görə narahat olmalıdır. Ermənistanın baş naziri Nikol Paşinyan bu xəbər fonunda ciddi şəkildə narahat olmağa başlayıb. Ermənistan kütləvi informasiya vasitələrində dərc olunan xəbərlərə görə Paşinyan Moskvaya getməmək üçün bəhanə axtarır. Məsələn, Paşinyan ötən ilin dekabrında Avrasiya İqtisadi Şurasının Sankt-Peterburq şəhərində keçirilən iclasına getməmək üçün koronavirusa yoluxduğunu bildirmişdi. Ermənistan liderinin bu dəfə hansı bəhanə uyduracağı isə məlum deyil. Nikol Paşinyan, necə deyərlər, canının hayındadır və canı üçün qorxuya düşüb.